Hem evin üstü monolitik betondur. Aşağıdan artık qaralma, ne bileyim, işlenme prosesi gelip artık böyle değil de təmirə ihtiyacı qalır. Onu o betonun üstünden ne məsləhət bilərsiniz? Ona silikat kimi verib o qaralmanın qarşısını almağa. İşte soyuqdan kondensasiya olur, belə bir vəziyyət yaranır. Betonlarda bu indi bəzən sosial şəbəkələrdə yazırlar ki, beton oldusa izolyasiyaya ehtiyac yoxdur, amma elə sizin vasitəniz nə zamansa maarifləndirib deyir ki, beton olmur, nə olur olsun. İzolyasiyanın funksiyası başqadır, betonun funksiyası başqadır. Yəni siz yoxdur ki, soruqlar başlayanlar artıq siz bəlkə də onun da adamsınız ki, zəng eləyirsiniz ki, bəs kapının altı qaralır. Bəli, qaralacaq. Çünki orada beton çöldən soyuğu çəkir özünə, gəldim onu isti deyən kimi başlayır, içəri tərəfdən başlayır göbələk verməyə. Bəli, eyni. Bəli, izolyasiya olmadıqda bu kimi hallar mütləq qaydada baş verəcək. Gördüyünüz kimi beton olan damda izolyasiya işlərimiz davam edir. Bəzən deyirlər ki, beton isti soyuq saxlayır. Biz də deyirik ki, beton isti soyuq saxlamır. Bizim səhifəmizə baxsaq görərsiniz ki, artıq bu neçənci müştəridir ki, betonun qışda soyuq, yayda isti olmağından şikayət edir. Gördüyünüz kimi bax bu hissələr düzdür, tavanı, yəni biz əslində nəzərimizə görə aşağıda birbaşa betona vurublar şpablovkanı və beton yuxarı çox soyuq olur və gizli rigərləri də yuxarı veriblər. İndi bunların hamısı bizim tərəfimizdən izolyasiya olunacaq. Gördüyünüz